Çox vacib bir dənə videodur. Böyüklərə də, uşaqlara da, uşaqlıqdan bir uşağa dərsin nümunəsini də göstərəcəm, danışacağım. Bağçada uşağa tapşırırlar ki, bir rəsm çəkəsən, 5 ulduz verəcəyik sənə. 5 ulduzlar da elədir ki, verirlər, uşaq şəxsi ulduzlarını toplayır. Nəticədə hər ayın yekunlarında ulduzun sayına görə oyuncaq verilir uşağa. Gəlir valideynə deyir ki, ata mən rəsm xətli bacarmıram. Bir çox valideynlər çalışar ki, uşağı nəyisə öyrənsin, belə bacarmadığı halda. Amma mən mən deyəndə ümumiyyətlə hesab edirəm ki, bəlkə də səhv hesab edirəm. Uşağa nəyə öyrətmək lazımdır həmin anda? Halbuki istənilən işdə bu keçərlidir. Mən uşaqdan soruşursan ki, sizdə bu rəsmi çəkən başqa şagird var da yoldaşların arasında. Uşaq deyir ki, bəli var. İndi təbii ki, hər yerdə qəşəng çəkə bilənlər var. Deyirsən ki, ona bir dənə təklif elə, 3 dənə ulduz. Axı ulduzu yığır o da. Sənin üçün çəkər, deyər, niyə çəkmir? Elə bütün günü boş-boşuna çəkir. Və təklif edib onu 3 ulduz çəkdirir, götürür rəsmi, gedir bağçadan 5 təhvil verir, 5 ulduz alır. Bu fən buna ömür boyu əsas qaydanı öyrədəcək. Yəni işləmək şərt deyil, qazanmaq şərtdir. İdarə edib qazanmaq şərtdir.